33,5 yaşı yenicə tamam olmuş qadının 2 müxtəlif yaşlı uşağı vardı. Tam 33,5 yaşı vardı. Bu qadın orqanizmində maksimum neçə yumurta hüceyrə yetişib? Maksimum yumurta hüceyrəni soruşur. Deməli, biz bilirik ki, qadının yaşı 33,5-dir. Deməli, 10 yaşından götürsək, bunun deməli, cinsi yetişkənliyə çatma dövrünü, çünki maksimum rəqəm istəyir. 33,5-dən çıxarıq 10 yaşını. Çünki 10 yaşına qədər heç bir yumurta hüceyrə yetişməyibdir. Və bunun 2 müxtəlif yaşlı uşağı varsa, deməli bu 2 dəfə hamiləlik keçirib. Hər hamiləlik 9 ay götürsək 18 ay. Yəni 18 ayı götürdük. Yəni 9 ilə 9 oldu bu. Bilirsiniz ki, və bu 18 ayda il yarım eləyir, 1,5 il olur. Yəni 10 yaşı çıxdıq. Bu qaldı burada 33,5 il qaldı. Yəni yaş deyirik buna. Bundan da 1,5 ili çıxırıq. Bu hamiləlik keçirdiyi ildir. Yəni bu hamiləlik keçirdiyi 2 uşağa görə müəyyənləşdirdik biz bunu. 10 yaşı da cinsi yetişkənliyə çatmamışdı. Ona görə biz bunu çıxdıq buradan. Və qaldı burada bizdə 22 il qaldı. Yəni 22 ili tapandan sonra bizdə deyək bu qadın orqanizmində maksimum neçə yumurta hüceyrə yetişir? Biz bilirik ki, bir ildə 13 yumurta hüceyrə yetişir. Yəni 365-i bölürük 28-ə. 28-ə böləndə o da təqribən 13 rəqəmi alınır. Və bir ildə 13 yumurta hüceyrə yetişirsə 22 ildə nə qədər yetişər? X olar. X də bərabərdir. Deməli 286 alınır. Düzgün cavab 286 olacaqdır.